Salam, hər vaxtınız xeyir olsun, hörmətli nəzarəttv.az saytının tamaşaçıları, hamınızı salamlayıram. Mən bu günləri Masallı rayonunun Alvalı kəndindəyəm. Mən burada şəhidlərin demək olar ki, xatirə lövhəsini gördüm. Və mən də bir vətəndaş kimi mənim də borcum düşüb bunları yad eləyib və çəkib xatırlamalıyam. Və o cümlədən bütün vətəndaşlara, bütün insanlara, bütün qardaşlara tövsiyə və xahiş edərdim ki, hamı şəhidlərimizi ziyarət eləsin və şəhidləri ziyarət etmək hər bir vətəndaşımızın, yenə deyirəm, borcudur. Ayaq saxlayıb onları ziyarət etmək hər bir vətəndaşa şamil olunur. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı.